Salam millət, xoş gördük. Mən sizə bu günləri Binance-ın Novruz tədbirindən danışacağam. Hansı ki, bu sizin də bildirişlər bölməsində, yəni görmüş olacağınız bir şeydir. Bəlkə də fikir verməmisiniz, gəlib. Burada mesaj bölməsi var, görürsünüz yuxarıda. Bura basırıq. Və görürsünüz, Binance Novruz Meetup yazır. Bunu da üzərinə bir dəfə basırıq. Və birinci çıxan, hansı ki, Binance Novruz başlığı olan. Bunu da üzərinə basırıq. Və daha çox deyirik. Açılsın görək. Deməli, Bakıda Binance Novruz bayramı görüşünə dəvətlisən, görürsünüz. Və burada onda bilməyəcəyiz Novruz şənliyində bizə qatılmaqla sən nə əldə edəcəksən? Yəni burada göstərir. Ənənəvi qoğal və çay süfrəsi olacaq. Binance komandası və məşhur kollarla görüş olacaq. Kripto və əsgəri yoldaşlar tapacaqsan. Ekskluziv Binance mesləri qazanacaqsan. Tədbir tarix 22 mart 2025-ci il saat 12-dən 19:00-a kimi. Məkan Bakı Dəniz Vağzalının arxası, dənizkənarı bulvara giriş. İştirak üçün qeydiyyat linki. Baxın, burada qeydiyyat linki var. Bu xüsusi tədbiri qəti qaçırma, orada görüşənədək. Instagramdan izləmək, bir də Telegramda. Baxın, hər iki rəsmi kanalın siz buradan üzərinə basaraq izləyə bilərsiniz. İştirak üçün qeydiyyat linki, yəni siz bunun üzərinə basaraq, bax görürsünüz, qeydiyyat edə bilərsiniz. Təbii ki, mən etməyəcəm, yəni mənim başqa işlərim var, amma siz prob eləyə bilərsiniz, yəni kim boş vaxtı olacaqsa, başqa işlər olmayacaqsa, gelib iştirak eləyə bilər. Hər hansı bir ücrət falan, belə deyək, qiymətə də yazılmayıb burada, yəni ödəniş falan. Məncə sınamağa dəyər, yəni kimin şansı varsa, yəni getsin, baxsın, biraz da fərqlilik olar məncə. Bu qədər, yəni Binance-ın Novruz tədbiri haqqında bu qədər. İndi isə keçək bizim hansı ki, dünənləri məlumatımız var idi. XRP haqqında. Deməli, biz 4 saat, bir günə qoyaq, bir dənə baxaq. XRP görürsünüz, buradan 2.14-dən 2.42-yə qalxdı. Bunun da səbəbi nədir? XRP-nin SEC-lə bir problemi var idi və hansı ki, XRP bir əmtə halına gələrsə, Bitcoin kimi, yəni digər əmtələr kimi, fiziki mal kimi də, yəni bazarda satış həyata keçiriləcək və heç bir hüquqi maneələrlə üzləşməyəcək. Yəni digər əmtələr kimi, Bitcoin kimi XRP öz sözün demiş olacaq və etibar qazanmış olacaq. Əlavə də ETF-lərə qarşı da, yəni yolu açılmış olacaq. Heç bir problem qalmayacaq. Ona görə də indi bilmirəm bu təsdiqləndi yoxsa yox. Hələ ki bir məlumatım yoxdur. Amma dünənə görə bu təsdiqlənməli idi. Sadəcə mən oxudum. Hələ ki konkret məlumat gəlməyib ki, yəni təsdiqlənib yoxsa yox. Dünənləri sadəcə başlıqlar vermişdilər ki, bu yekunlaşmaq üzrədir. İndi bilmirəm yekunlaşıb yoxsa yox. Çünki axtardım, tapa bilmədim o vaxtda heç bir məlumat. Yəni əgər ki dediyim kimi Bitcoin kimi özünü sübut eləmiş olsa, yəni necə qanuni tərəfdən də sübut eləmiş olsa və insanların etibarı daha çox artacaq. Əlavə olaraq həm də XRP onsuz da bunu qazanmış olacaq. Çünki Amerikanın rezervinə daxil edilmiş bir kriptovalutadır. Və onları da sizə yadınıza salım ki, Bitcoin-dir, Ethereum-dur, Solana-dır, XRP-dir və ADA-dır, yəni Cardano, belə deyək. Bu coinlər 5 coin Amerikanın rezervindədir. Rezerv dediyimiz isə bu gün almaq deyil. Rezerv əvvəldən, misal üçün, Amerikanın əlində 200.000 ədəd Bitcoin var və onu rezerv olaraq saxlayır. Və o sonra əgər bura əlavə etmək istəsə, onu da açıqlayır ki, biz bu qədər Bitcoin almaq həyata keçirəcəyik. Artıq o açıqlama gələndə sən bil ki, Bitcoin uçmalıdır da. Çünki onlar 5-6 ədəd almırlar. Alanda 50.000, neçə milyon, milyard dolları alırlar. Və Binance-ın da Amerika, yəni Trump'ın Binance-la bir işbirliyi də olmalıdır. O haqda da bir məlumat var idi. Konkret bazarda, yəni mən sizə bildirirəm ki, yəni keçən videoda izah elədim. Siyasi temalar gedir. Ona görə mütləq şəkildə bunları izləməlisiniz. İzlədikcə də heç bir probleminiz olmayacaq. Və Binance-dan qeydiyyata keçmək istəyənlər, spotdan və futuresdan 40%-ə qədər komissiyanı az ödəmək istəyən adamlar mənim qeydiyyat linkimdən qeydiyyat etsinlər. Açıqlama bölməsində var. Video xoşunuza gəldisə bəyənin, kanala da abunə olmağı unutmayın. İnşallah növbəti videoda görüşərik. Sağlıqla qalın.